Əslində Qarabağa köçdükdən sonra orada evdə mən məsəl üçün hansısa bir işləri gördükcə, hansısa bir fəaliyyətlərlə məşğul olduqca fikirləşirdim ki, insanlar bunun üçün çox darıxıblar, Qarabağ üçün çox darıxıblar və Qarabağda olmayan insanların, Qarabağ həsrəti ilə alışıb yanan insanların da bunu görməyə haqqı var və görmə istəkləri olduğunu bilirdim və buna görə də Qarabağda kontentlər yaratmağa başladım. Burada mənim ən böyük dəstəkçim yoldaşım olub. Çünki biz videolarımızı bacardıqca bir yerdə çəkirik. Sadəcə o işə getdiyi üçün bütün videolarımda iştirak eləyə bilmir. Amma bacardıqca mən onunla bir yerdə çəkməyə çalışıram. Çünki biz bura bir cütlük olaraq gəlmişik, ikimiz bir yerdə gəlmişik və bu həyatı ikimiz bir yerdə qururuq. Dövlətimiz bizə ev verib, təmir edib. Lakin onun içindəki həyatı biz ikimiz bir yerdə qururuq və mən ona görə də çalışıram ki, kontentlərimiz cütlük kontentləri kimi olsun. İkimiz də bir yerdə orada olaq və insanlara göstərək ki, iki insan əl-ələ verəndə görün nələr yarada bilirlər. Buna görə də yoldaşıma və ailəmə, sevdiklərimə hər birinə çox təşəkkür edirəm ki, məni hər zaman dəstəkləyiblər bu yolda. Mətanət, səhifənizdə ən məşhur olan video ölkə başçısı cənab prezident İlham Əliyevlə olan videonuz. Biraz bizə həmin videonu danışardın. Mən Şuşada keçirilən 4-cü Qlobal Media Forumuna dəvət aldım və orada iştirak elədim. Açığı belə bir necə deyim, belə bir görüşün bu qədər yaxından baş tuta biləcəyini özümdə fikirləşmirdim, amma cənab prezidentdən yan-yana durmuşduq və mən xahiş etdim ki, biz bir yerdə şəkil çəkdirə bilərikmi? O da təbii ki də olar dedi və birlikdə video çəkdik. Elə videonu da sosial şəbəkədə paylaşdım və çox böyük bir maraqla qarşılandım. Çox həyecanlıydım. Əslində demək istəyirdim, özümü də tanıtmaq istəyirdim ki, mən Qarabağda sakin kimi bir blog fəaliyyəti ilə məşğulam, amma o qədər həyecanlanmışdım ki, heç onu deməyə ağlıma gəlmədi orada. Amma mənim üçün çox böyük bir qürur və fəxr idi ki, orada birlikdə yan-yana belə gözəl bir forumda iştirak etdim.